Sən eyni məsələyi tam hissə modeli qur. Biri digərindən 5 qatı olan 2 ədədin cəmi 96. Böyük ədədlər 25 var. Kiçik olan ədəd tapın. Yəni sual qoyub. Birinci ədədimiz və ikinci ədədimiz. Birinci ədəd ikinci ədəddən birinci ədəd ikinci ədəddən 5 qatı. 5 qatıdır. Ona görə Vur 5. vuracağıq 5-ə. Vurmanı qəşəng yaz. Bölməyə oxşur. Vuracağıq 5-ə. Sonra. Və bunların cəmi bərabərdir 96. Sonra. Ona görə də 96-nı böləcəyik 6-ya. Çünki 5 bir də 6. Aha. Olacaq 6. 96-nı böləcəyik 6-ya. Bərabərdir 16. Yəni x'imiz davamımız 16. Bilinir ədədimiz 16 oldu. Sonra 16-nı 5-ə vururduq. Elədi 80. Deməli 80. Anlamayan iki uşağımız var və dərsə qulaq asmanın əvəzinə burada hıqqıldaşırlar. Aha, yaz qızım, yaz. Aferin. İndi 80-in üstünə də 16 gələndə bərabərdir 96. Bunu yoxladıq ki, düz eləmişik. Düzdür? Aha. Cavabımıza doğru almışıq. Aha. İndi böyük ədəddən 25 var, kiçiyi tap. Böyük ədədimiz 80 olduğu üçün 80-dən çıxırıq 25 bərabərdir 55. Amma o yoxlama bizə həmişə lazım deyildi. Onu yazmaya da bilərik. Düzdür? O yoxlama